Hamı yaxşı eşidir məni, hamı yaxşı görür. Bəli, əziz qardaşlar, bazlar, 26-cı ilə gəlib çatmışım. Və mən bilirəm ki, bu 25-ci ildə sən möcüzələr görmüsən, sən möcüzələr yaşamısan və mən bilirəm ki, sən gəlib bizim bu Səmavi Səltənət qrupuna qoşulandan sonra hər birinizi deyirəm. Sən elə şeylər görmüsən ki, hələ dünya ondan çox geridədir, çox dalda qalır. Və Rəbbin adına izzət olub, sənə də izzətdir. Sən Rəbbin yer üzərində gəzən izzətisən, sonuncu izzətisən. Və mən bu gün, bu dekabr ayında, bu artıq 2026-cı ilə yaxınlaşmağa başlayanda, biz 2026-cı ilə keçəndə, bu 2026-cı ildə həyatımızı necə yaradacağıq, necə onu quracağıq. Çox vacibdir ki, sən diqqətlə qulaq asasan bu gün. Sən öyrənəsən ki, 2026-cı ili sən indidən artıq onun necə yaşayacağını indidən yaradıb, onu qurub, indidən reallığı yaratmağı öyrənəsən. Mən sənə açarları verəcəm. Mən sənə vacib olan açarları verəcəm, hansı ki, sən o açarlar vasitəsilə sən idarə edəcəksən, artıq indidən idarə edəcəksən. Elə bil bir növ 26-cı ilini artıq yaradıb, bu gün yaradıb onu qoyacaqsan və sonra onu yavaş-yavaş yaşayacaqsan. Sən nə danışırsan, Elşən? Sən bilirsən, bu belə şey olar. Olar, bəli, olar. Ola bilər ki, sən sual verirsən. Belə şey olar. Əlbəttə olar. Sənin üçün hər şey olar. Mənim üçün hər şey olar. Axı yazılmışdır ki, iman edən üçün hər şey mümkündür. Yoxsa yazılmayıb. Yazılıbdır. İman edən üçün. Denən, mən iman edənəm. Denən görüm ki, sonuçta ağzı yalandan tərpət, qulağı eşitməsəm də görüm ki, sonuçta yalandan da olsa. Başqa yerdəsə, sonuçta ağzı yalandan tərpət ki, bilim ki, güya buradasan da. Denən, mənim üçün hər şey mümkündür. Çünki mən iman etmişəm. Mən inanıram. Mənim üçün mümkün olmayan heç nə yoxdur. Ona görə də biz 26-cı ili bu ildən qabaqcadan necə yaratmağın hasarlarını sənə verəcəyəm ki, sən 26-cı ilini artıq yaradasan, sən özün yaradasan. Kimsə yaratmasın sənin gələcək ilini. Kimsə ürəyi istədiyi kimi idarə etməsin sənin 26-cı ilini. Sən onu istədiyin kimi yaradıb, yarada bilərik, bəli, mən göstərəcəm sizə. Özünüz görəcəksiniz və əmin olacaqsınız ki, sən yarada bilərsən və yaxud yarada bilməzsən. Mən başlanğıcda Yeşayanın kitabından oxumaq istəyirəm. Yeşayanın kitabı 52-ci fəsil, 13-cü, 14-cü, 15-ci ayəni oxuyacam. Nə yazır? Yeşaya 52-ci fəsil, 13-cü aya deyir, budur, mənim qulum uğur qazanacaq. Gələcək zaman şəkilçidir axırda. Qazanacaq, gələcəkdə deməkdir. Bu peyğəmbərlikdir. Dalından deyir ki, o yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək. Çoxları onun qarşısında mat qalacaq. Bəli, onun görkəmi çox dəyişmişdir. Zahirən insan surətindən çıxmışdır. Lakin o çox millətləri heyrətə salacaq. Yenə gələcəyi deyir. Onun qarşısında padşahlar ağzını yumacaq. Çünki onlar bilmədiklərini görəcək. Eşitmədiklərini anlayacaqlar. Və mən deyirəm ki, bu günlərim burada olan olacaqlar artıq olub. Və mənim qulum uğur qazanacaq, sən artıq uğur qazanmışsan. O yüksəldiləcək, sən artıq yüksəldilmişsən, eşidirsən? Ucaldılacaq, sən ucaldılmışsan, sən bundan artıq heç ara ucala bilməzsən. Sən elə bir uca zirvədəsən ki, İsa Məsihdə, ondan oycası yoxdur. Sən elə bilmə ki, sən ha vaxtsa, nə vaxtsa kimsə olacaqsan.
Sən kim olasısansa artıq osan. Sən ən yüksək nöqtədə mövqe tutmuşsan. O çox izzətlənəcək. Sən izzətlənmirsən, sənin bədənin izzətlənib. Biz izzətli bədən haqqında bu il çox danışmışıq. Çoxları onun qarşısında mat qalacaq. Bilirsən, çoxları mənim qarşımda mat qalır bu günlərim. Hətta pastorlar belə, baş pastorlar, kilsələrin pastorları belə mat qalırlar. Mən danışanda onlar donurlar. Və bu, kimin qarşısında mat qalasılar, bu sənsən o kəs ki, sənin qarşısında mat qalacaqlar. Artıq qalırlar, qalmayacaqlar, artıq qalırlar. Çünki sənin görkəmin dəyişdi. Çünki sən bəyəkçi kimi düşünmürsən, bəyəkçi kimi fikirləşmirsən. Sənin görkəmin dəyişdi. Sənin bu il ərzində, bu 1 ildir, 2 ildir, 3 ildir, 4 ildir, 5 ildir, bilmirəm neçə ildir qoşulmuşsan bizim qrupa. Sən get bir düzgün qabağında bax, gör, nə qədər dəyişmişsən. Zahirən insan surətindən çıxmışsan sən. Artıq sən özünə insan demirsən, sən özünə ilah deyirsən, ilahi varlıq deyirsən. Onun qarşısında padşahlar ağzını yumacaq. Çünki onlar bilmədiklərini görəcək. Deyir, lakin o çox millətləri heyrətə salacaq. İndi mənim ardımca dinən, öz sonsuz həyatımı, öz denən sonsuz həyatıma, əbədi həyatıma, təkrar elə arxamca, denən öz əbədi həyatıma heyrətlə baxıram. Çünki kəlamda yazır ki, o çox millətləri heyrətə salacaq. Sən nəinki, mən nəinki insanları heyrətə salıram. Hətta mən özümə baxıb, özüm heyrətlənirəm ki, vav! Yəni, bu mənə və onun üçün də mən istəyirəm ki, sən indi deyəsən ki, mən özüm, öz sonsuz və əbədi həyatıma heyrətlə baxıram. Dinən bunu, təkrar elə arxamca. Dinən öz sonsuz və əbədi həyatıma heyrətlə baxıram. Mən heyrət içindəyəm. Çünki mən ona görə öz sonsuz və əbədi həyatıma heyrətlə baxıram ki, çünki qarşımda duranlar, denən bunu, denən qarşımda duranlar, onlar məndən bilmədiklərini eşidir və bilmədiklərini görürlər. Və onlar indiyə kimi eşitmədiklərini məndən eşidib denən anlayırlar. Sən fikir vermirsən, sən mənim sənə danışdığımı, Gülarə xanım, o mikrofonu söndürərdiniz, xahiş edirəm. Sən məndən eşidib kimlərəsə nəyəsə danışırsansa, heyrətə düşürlər. Sənə heyrətlə baxırlar. Sən heyrətləndirirsən insanları. Bax, bu baş verib səninlə. Səninlə bunlar baş veribdir. Sən heç kimi heyrətləndirə bilmirdin. Sən elə kilsəyə gedirdin baş aşağı, bir problem içində, xəstəlik içində, dərd içində, kasıbçılıq içində, çətinlik içində gedirdin kilsəyə girirdin, biraz orada mahnı oxuyurdular. Sən biraz orada azca ruhlanırdın, oradan çıxan kimi ondan da, bəyəkkindən də betər quyuya düşürdün. Amma sən bugün heyrətlənirsən. Sən nəyin ki özün heyrətlənirsən. Sən insanları heyrətləndirirsən, onlar sənə baxır, heyrətlənirlər. Ona görə mən sənə deyirəm ki, deyirəm ki, mən öz sonsuz və əbədi həyatıma baxaraq heyrətlənəcəyəm. Öz talihimə, öz həyatımın deyən, öz talihimin bu cür gözəl olduğuna baxıb heyrətlənəcəyəm. Heyrətlənmək bilsən nə demək? Vaa! İngilislər nə deyir? Vaa! Biz deyirik, ayama! Yəni bu mümkündür. Biz belə deyirik. Ona görə də bu günlərim sən özünə baxıb daha da heyrətlənməyin üçün mən sənə çoxlu əsərlər verəcəyəm.
Reallıq sən öz həyatında gördüyün vəziyyət deyil. Reallıq sənin görmədiyindədir. Və sənə o bir gün görünən olacaq. Ona görə də biz reallıqların yaradılması sənətindən danışacağıq. Mən sənə reallıqları yaratma sənətini öyrədəcəyəm. Var arazda sənətkar, dərzi mi, mesestra mı, nə bilim, qəssab mı, nə bilim, nəsə var arazda sənətkar. Var deyirsiniz, ha? Parixmaxer var burada, hələ bir sənətçidir, burada elektrik işçisi var, bəli. Burada lazerolog var, burada çoxlu sənətkarlar var. Və bugün sənin sənətin üstünə bir dənə də sənət artacaq. Və o sənətin adı reallıqları yaratma sənətidir. Dinən, mənim arxamca dinən, burada müəllimə var, burada parixma dərzi var. Denən, mən bugün, denən arxamca, mən bugün reallıqları yaratmaq sənətinə malik olacağam. Mən bugün reallıqları necə yaratmağı öyrənəcəyəm. Mən bugün reallıqları necə yaratmağı öyrənəcəyəm. Dinən bunu, dinən özünə. Mən sənə konkret söz deyirəm, mən sənə demirəm, sən ha vaxtsa öyrənəcəksən, İsa gələndə öyrənəcəksən, sən ölüb gedəndə öyrən, mən belə demirəm. Mən deyirəm ki, indi və bugün mən bunu öyrənəcəyəm. Amin. Halleluya. Bəli. Ona görə də sənə sual vermək istəyirəm. Sən reallığı gözləmək istəyirsən, yoxsa yaratmaq istəyirsən? Sənə gözləmək lazımdır ki, ha vaxtsa öyrənərsən və bu sənin həyatında olan xeyirdə ha vaxtsa reallaşsın, yoxsa sən onu indi yaratmaq istəyirsən? Sənə gələcəkdə lazımdır xeyirdə, yoxsa indi? Maliyyə, bəli, amin, indi. Maliyyə azadlığı sənə gələcəkdə lazımdır, yoxsa indi? Əlbəttə indi. Onun üçün soruşuram, gözləmək istəyirsən, yoxsa yaratmaq? Biz ancaq dərk etmədiklərimizi görmürük. Biz o şeyləri görmürük ki, biz onları dərk etmirik. Bilirsən, fərq nədədir? Fərq ondadır ki, sənə nəyisə peyğəmbərlik edəndə, peyğəmbərlik edirlər da, sənin həyatına nəyisə peyğəmbərlik edəndə, sənin həyatına nəyisə iqrar edəndə, bu pis deyil ha, elə bilmə ki, mən deyirəm, bu pis şey. Amma bununla onlar köhnə əhdin gözləntilərini, elə bir gələcək problemlər üzərində, elə bir gələcək lütfün ümidini sənə yükləyirlər. Sənə deyirlər ki, bu şeylər səninlə gələcəkdə baş verəcək, ümidi səni ümidə yerləşdirirlər. Amma sən bunları götürüb bu reallığı, bu ölçünü, bu izmireniyanı istədiyin və gözlədiyin yerdə yarada bilərsən. Mən nə üçün sənə bu günlərim istəyirəm ki, öyrədim? Bilsən, peyğəmbərlikdə, sənə peyğəmbərlik olanda, sən bilirsən kim olursan peyğəmbərlikdə. Sən peyğəmbərlik olanda sən peyğəmbərlikdə gözləyən olursan. Gözləyən mövqeyində olursan. Var aranızda gözləmək istəyən, gözləmək mövqesində olan. Kim istəmir? Amma reallıq istəyir, amin. Amma gələcəyi proqnozlaşdıranların deyil, həyatını, öz gələcəyini yaradan və ya indini elə bir yaşayan ilahi varlığın mövqeyində olduğun ölçülər var. Bu, ilahi yaradılışdır. Beləliklə, hadisələri gözləmək, yoxsa reallığınızı özünüz yaratmaq istəyirsiniz, ha? Peyğəmbərlik hadisələri gözləmək deməkdir. Yoxsa sən istəyirsən ki, özün yaradasan, sənə Peyğəmbər, sən özün yaradasan öz reallığını. Onda deyəcəm, bilirsən, pastirəysən, nə bilim, biz yaratmaq istəyirik, ancaq görək nə olacaqdır qabaqda, nə bilim, nə gözləmək lazımdır, nə bilim, nə deyim, dollar bahalaşacaqmı, nə bilim, Rusiyada, Ukraynada müharibə qutaracaqmı, bu müharibələr ümumiyyətlə hər yerdə bitəcəkmi, nə bilim,
Prezident kim olacaqdı, nə bilim, Ukraynada, nə bilim, epidemiya olacaqmı, gənə koronavirus olmuşdu o vaxtı. Bunları bizə de görək, biz yaratmaq istəyirik, amma bizə de görək, bəs belə şeylər olur. Bunlar olacaqmı? Bəli, belə məsələlər çoxdur. Belə siyasi, belə iqtisadi məsələlər çoxdur. Bizən insanlar bəzən müqəddəs kitabdakı kimi yerlərdə qorxudan, müharibələr, azlıq, nə bilim, tsunami, zəlzələlər eşidirlər. Və onda soruşurlar, bu olacaqmı, o olacaqmı? 2000 il əvvəl nə olacağı artıq yazılmışdır. Və bunlar, bu yazılanlar olacaq və göründüyü kimi də olur. Vəh kitabı, gəlin düz danışaq Vəh kitabı barəsində. Onu oxuyan bütün məsihçilər Vəh kitab haqqında bilirsən nə boyda mübahisələr var, nə boyda qırğınlar var, pastırlar arasında, imanlar arasında. Biri deyir bu var, biri deyir bu var idi, biri deyir o var, biri deyir o var idi. Kimisə Vəh kitabını peyğəmbərlik kimi qəbul edir. Deyir bunlar hələ gələcəkdə olacaq, gələcəkdə baş verəcək. Biri deyir ki, hər şey eramızın nə bilim 70-ci ilində baş verib, həvarilər öldü, qutardı da, möcüzələr də qutardı, İsa'nın sonuncu tələbəsi öldü, qutardı. Nə bilim, Yəhudi müharibəsi oldu, Yerusəlimi yandırdılar və Vəh kitabında olan bütün hadisələri bu baş verən hadisələrlə uyğunlaşdırırlar. Amma mən sənə öz mövqeyimi, öz düşüncəmi, mənə aslanı demək istəyirəm. Həm eləyə, həm də belə, hər iki cür ölçü var, bəli. Elə də ölçü var, belə də ölçü var. Elə də anlayış var, belə də anlayış var. Və bəziləri üçün Vəh kitabı bu ölçülərin başlanğıcıdır. Bu onun başlanğıcıdır. İsa nə dedi? Mən sizə tezliklə nə olacağını dedi göstərəcəyəm. O dedi az bir müddət sonra məni artıq görməyəcəksiniz. Mən göstərəcəyəm ki, məni görməyəcəksiniz. Və az bir müddət sonra məni yenə görəcəksiniz. Və kimsə, bəziləri bu kitabı tezliklə baş verəcək bir şey kimi qəbul edir. Ki, hələ baş verəcək. Baxmayaraq ki, o ildən 2000 il keçib, 2000 il, bax parmaqlarıma. Əgər o insanlar bir dənə 2000 il keçib, o insanlar bunu hələ də gələcəkdə baş verən bir hadisələr kimi qəbul etsə, 2 dənə 2000 il keçəcək, gənə onlar gözləyən vəziyyətində olacaq. Bəziləri bu kitabın sonunda oxuyurlar ki, görürsən ki, yazır və taxta oturan dedi ki, bitdi, tamam oldu, yəni hər şey artıq mən edirəm. Və orada sən görürsən ki, artıq hər şey baş veribdir. Və ona görə də sənə çox konkret və dürüst düşünmək lazımdır sənə. Mən kömək edəcəm sənə bu barədə konkret və dürüst düşünəsən. Konkret və dürüst düşünsəniz, açıq gözlə baxsanız, açıq qulaqla eşitsəniz, açıq beyinlə düşünsəniz, bütün müqəddəs kitab belədir. Bəziləri üçün bu artıq baş verdi, bəziləri üçün isə hələ də baş verir və ya tezliklə olacaq. Əhd-i Ətiq peyğəmbərliklərini oxuyarkən və ya birini oxudum da, köhnə Əhd-i peyğəmbərliklərini oxuyarkən, peyğəmbərlikləri izah edərkən, bəziləri hələ də onları gələcək kimi görürlər. O peyğəmbərliklər İsa'da bitdi, İsa'da qutardı, o İsa'ya qədər idi. Elə bir ki, onlar, bizən Əhd-i Ətiq peyğəmbərliyində yaşayanlar, qulaq as onlar necə yaşayırlar. Elə bir onlar dünəni sabahda gözləyirlər. Başa düşürsən, elə bir dünəni gözləyirlər ki, sabah olacaq. Belə şey yoxdur. Biri mənə keçən dəfə oxunduğumda nə yazmışdı? Mənə xeyirduğa göndərib Zəburdan ki, ya Rəbb, yollarımı mənə göstər, nə bilim, öz yollarını mənə öyrət. Məni haqq yolu ilə apar. Həqiqətini mənə öyrət.
məni qurtaran Allah sənsən, nə bilim, daim səni gözləyirəm. O da mən nə qədər gözləyəcəksən sən? Sən məni gözləyirsənsə, sən hələ peyğəmbərlikdə yaşayırsan. Sən hələ də gözləyirsən, mən gəlmişəm, mən buradayam, mən səndəyəm, sən hələ isə peyğəmbərliyi yaşayırsan. Ona görə də mən həmişə deyirəm ki, taxta oturan və tamam oldu deyən, taxta oturan nə deyir? Deyir, tamam oldu. Taxta oturub tamam oldu deyən ata, İsa'nın çarmıqda dediyi eyni tamam oldu sözünü deyir. Bax, o taxta oturub tamam oldu deyən var, ama İsa çarmıqda həmən sözü dedi. Yəni, hər şey tamam oldu. Ola bilər ki, sən sual verəcəksən ki, bəs onda biz nə üçün görmürük? Və mən də sənə cavab verirəm. Biz yalnız bilmədiklərimizi və dərk etmədiklərimizi görmürük. Yadında saxla, biz yalnız dərk etmədiklərimizi görmürük. Bütün müqəddəs kitab İsa'nın səsləndirdiyi üslubda yazılmışdır. Bütün müqəddəs kitab İsa'nın dediyi üslubda yazılmışdır. O sanki zamansızlığın kənarında dayanmışdır. O zamansızlığın necə real olduğunu bizə göstərmişdir. Bəzi insanlar hələ də deyirlər ki, İsa gəldi, peyğəmbərlik olan vəziyyəti yaşadı. İsa barəsində yazılanları yaşadı. Qulaq az, qulaq az. Çoxları deyir ki, İsa gəldi, onun barəsində olan peyğəmbərliyi İsa yerinə yetirdi. İsa özü yazmış, deyil onu peyğəmbərlər vasitəsilə. O özü nə qayıracaqsa, köhnə əhdə özü onu yazmışdı. Kimsə onun üçün nəsə yazmamışdı ki, o gəlib bunu eləsin. Bizə elə öyrədiblər ki, güya kimsə yazmışdı və İsa gəldi, onu yerinə yetirdi. Ay qardaş, ay bacı, İsa özü yazmışdı, özü barəsində nə olacaq, nə baş verəcək. Çünki o zamanın kənarından dayanıb baxırdı bizə və baxır da. Və ona görə də hətta tez-tez mübahisə edirlər ki, İsa'nın bu sözlərini biz əhd-i ətiqdə, yoxsa əhd-i cədidə aid eləyək. İsa'nın bu sözü, qardaş, İsa'nın sözü indi və bugündür. Müqəddəs kitaba, yəni əhd-i cəddə, İncilə yerləşdirilmişdi İsa'nın bütün sözləri, qabaqcadan dediyi sözlər. Amma həqiqət odur ki, oğul zamanlardan və coğrafiyadan kənarda yaşayır. O coğrafi məkanda yaşamır, o zaman daxilində yaşamır. Ona görə də onun dünyaya fiziki olaraq gəlişi, bədəndə gəlişi, köhnə və yeni əhdin kəsişməsində baş verdi. Elə bil, necə səhədiyim, elə bil ki, o köhnə ilə yeni əhdin, yeni dövrlərin qovşağında göründü. Başa düşürsən? Su qovşanda elə bil, su gəlir, 2 dənə kanal gəlir, bir yerdə qovşur. Elə bil ki, elə bir zamanda o özünü göstərdi. Vaxt, Efeslilər 1-ci fəsildə nə deyir? Vaxt tamam olanda isə bu niyyətini yetirmək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək. Səmavi və dünyavi oğul birləşdi. Yazıldığı kimi, oğulda bütün zaman birləşdi. Ümumiyyətlə biz heç bir zamana aid deyilik. Çünki İsa bütün zamanın üstündədir və bizi oraya yerləşdirib. Nə demək istəyirəm? İsa Yahyaya nə dedi? Amma o zaman gəlir və artıq gəlib. Vaxt gələcək və artıq gəldi. O bu sözü deyirdi, təkrarlıyordu ki, vaxt gələcək və artıq gəlib. Bu iki söz
insan oğlunun səlahiyyətindədir. Olub, var və gələcək. Gələcək və gəlir. Yəni, var və gəlir kimidir. Ona görə də sizə deyirəm ki, Allah oğlu olduğunuzda, eşitirsən məni, mənə qulaq at. Allah oğlu olduğunuzda, demirəm ha sizə ki, əgər Allahın oğlu olsaz, demirəm ha sizə ki, əgər Allahın oğlusansa, mən elə demirəm. Mən bilirəm sən kimin oğlusan. Sən əgər Allah oğlu olduğunda, özünü indi və bugündə yaşayaraq, keçmişdə və gələcəkdə olan şeyləri, keçmişdə nə olubsa, gələcəkdə nə olacaqsa, onları yerinə qoymaq səlahiyyətinə malik olursan. Hər şeyi götürüb öz yerinə qoymaq səlahiyyətinə malik olursan. Çünki kəlam deyir ki, ya dünya, ya da həyat, ya da ölüm, ya da bugün və ya gələcək, hamısı sizindir. Hər şey sizindir. 1-ci Korintdə keçən dəfə oxudum, 3:22-də deyir. Hər şey, Həvari Pavel edir ki, hər şey sizindir. Sən gələcəyi özün qurmalısan. Sən 26-cı ili özün qurmalısan. Heç kim sənə peyğəmbərlik edə bilməz. Heç bir padşah belə sənin həyatını qura bilməz. Sən özün düşünəcəksən, özün istəyəcəksən və öz 26-cı ilini özün yaradacaqsan. Necə yaradacaqsan? Birinci, sən başa düşəcəksən ki, sən harada oturmuşsan? Sən haradasan? Kim deyər, harada oturmuşsan? Taxta, və kitabında oturan nə deyir? Taxta oturan deyir, mən hər şeyi yenidən yaradıram. Kəlam istədir ki, sən taxta oturmuşsan. Ona görə də 26-cı ili sən özün yenidən yaradacaqsan. İstədiyin kimi. Buna taxt mövqeyi deyirlər, bu sənin mövqeyindir. Və taxt mövqeyi budur ki, 1-ci Korin 3:22-də deyir, dünya, həyat, ölüm, indiki və gələcək zaman hər şey sənindir. Başa düşürsən? Anlayırsan nə baş verir səninlə? Başa düşürsən nə baş verir? Sən taxta oturmuşsan. Ona görə 1-ci Korin 3:22-dir ki, hər şey sənindir, indi götür. Mən əvvəllər də demişdim. Prezidenti seçəndən nə qayırırlar? Prezidenti seçirlər, deyirlər, bu qədər var dövlətimiz var, bu qədər faydalı qazıntımız var, bu qədər nə bilim qazımız var, neftimiz var, qızılımız var, meyvəmiz var, nə. İndi otur, bunları idarə elə, yarat, yeni reallıq yarat. Kəlam deyir ki, sən taxta oturmuşsan. Dalından da deyir ki, hər şey sənindir. Dünya, həyat, ölüm, indiki və gələcək zaman hamısı nə? Səslənən hər şey sənindir. Görünən hər şey sənindir. Taxtın isə mövqeyi nədir? Yaratma mövqeyi. Və ona görə də bugün sənə deyirəm, nə bəxtəvərsən ki, bu sözləri eşidirsən, mən sənə peyğəmbərlik sözləri demirəm, mən sənə indi və bugünü deyirəm, mən sənə reallığı danışıram, mən sənə həqiqəti danışıram və sən ona görə xoşbəxtsən ki, sən reallığı eşidirsən. Və ona görə də bugün sənə deyirəm ki, vacib o deyil ki, nə olub və ya nəsə olacaq. Vacib olan sənin mövqeyindir, sən hansı mövqeydə özünü görürsən, 26-cı ili sən yaradacaqsan, onun üçün öz mövqeyini görməlisən, taxt mövqeyi. Denən, mən taxta oturmuşam, özünə denən. Mən qoy eşitsin bədənin, qoy eşitsin. Siz özünüz müəyyənləşdirirsiniz ki, siz varsınız və ya gələsi olansınız. Başa düşürsən? Siz özünüz müəyyənləşdirirsiniz ki, bu hadisələrə çatmışsınız və yaxud çatmamışsınız. Siz özünüz müəyyənləşdirirsiniz ki, siz peyğəmbərlikdə yaşamaq istəyirsiniz, yoxsa taxta yaşamaq istəyirsiniz. Siz özünüz müəyyənləşdirirsiniz ki,
Siz gözləyən olmaq istəyirsiniz, yoxsa artıq varımdır vəziyyətində yaşayırsınız? Bütün bəzi əksər 99,99% hələ mən məsihçiləri deyirəm. Məsihçilər üçün bütün bunlar hələ də tezliklə olacaq. 2000 ildir tezliklə olacaq. 2000 il daha. 2000 ildə Həvari Pavel deyib. 2000 ildə İsa deyib, tezliklə sizə yeni şeylər. Bunlar buna hələ də tezliklə deyirlər. 2000 il keçib. Arkadaş, 2 dənə 2000 il keçsə sən yenə də gözləyən vəziyyətində olacaqsan, əgər peyğəmbərlikdə istəyirsənsə. Sən ancaq gözləyəcəksən. Çünki bu vəziyyətdir. Buna sastayan edirlər. Bu Allahın vəziyyəti deyil. Gözləyən quldur. Bu qulun vəziyyətidir. Ona görə də bəziləri gözləmə vəziyyətində yaşayırlar. Hələ də onlar oxuyurlar, nə bilim, kədər, müharibələr və bunu gözləyirlər. Çünki bu mövqedə, bu bilik səviyyəsində onlar üçün bunların hamısının gələcəyini müəyyənləşdiriblər ki, bunlar hələ gələcəkdir. Buna görə də onlar gözləmə rejimində yaşayırlar. Mən isə səni, əvvəllər sən də gözləmə rejimində yaşadığın səni o gözləmə rejimindən bugün çıxardıram. Əlimdə sübutum var. Sübutum odur ki, sən taxta oturmuşsan. Amma gözləmə vəziyyəti bu taxtın vəziyyəti deyil. Taxt, qulaq as və qışqır mənim bu sözümdən sonra. Taxt heç nə gözləmir, o hər şeyi yenidən yaradır. Oho! Allah bunu dərk elə. Taxta yazılıb ki, mən hər şeyi yenidən yaradıram. Taxta oturan deyil, yazılıbdır bu. Ki, taxta oturan deyir ki, mən hər şeyi yenidən yaradıram. Taxta oturan deməyib ki, mən peyğəmbərliyi gözləyirəm. Eyni ilə də dirilmə həyatı. Bəziləri hələ də hər kəsin diriləcəyini gözləyir. Onlar üçün hələ də dirilmə hələ ha vaxtsa olacaq. Amma bəziləri Pavelin hamımız ölməyəcək, amma göz qırpımında dəyişəcək yazısını götürür üzərinə. Hatta 24:40'da deyir ki, biri götürüləcək, o biri isə qalacaq. Birisi nə deyir? Deyir, biri götürüləcək, o biri isə qalacaq. Belə yazılır. Yəni, biri tezliklə olacaq, digəri isə tamam olan vəziyyətində yaşayacaq. Biri tezliklə olacaq vəziyyətində yaşayacaq, biri götürüləcək, kimi tamam olubsa götürüləcək. Biri isə hələ götürülməyəcək. Niyə deyəcək ki, yox, hələ vaxt tamam deyil. Lukada deyir ki, sizə deyirəm, o gecə biri yataqda olan, bir yataqda olan 2 nəfərdən biri götürüləcək, o biri isə qalacaq. Birlikdə deyir, dən-üydən 2 qadından biri götürüləcək, o biri isə qalacaq. Və onların aralarındakı məsafə hər gün və hər an, hər saniyə genişlənəcək. Çünki kimdə tamam olubsa, onlar yeni şeylər yaradırlar. Başa düşürsən, kim tamam oldu vəziyyətində yaşayırsa, kim taxta olduğunu düşünüb yaşayırsa, və kitabında deyir də 21-ci fəsil, 5-6 oxu. Taxta oturan dedi, tamam oldu, budur, mən hər şeyi yenidən qururam. Var burada aranızda taxta oturan əlini qaldırsın. Sən yaradırsan, sənə verilibdir. Baxma özünə yuxarıdan aşağı, özünə elə baxma. Sən yaradansan, yaradan səni yaradan yaradıb. Sənsən hər şeyi yaradan. 26-cı ilini özün yaradacaqsan. Çünki taxta oturmuşsan, taxta oturanın isə mövqeyi yaratmaqdır. Ona görə denən taxta oturan mən deyirəm. Tamam oldu. Budur, mən hər şeyi yenidən qururam. Mən öz 26-cı ilimi özüm yaradıram. Mənə heç bir peyğəmbərlik lazım deyil. Mənə heç bir proqnoz lazım deyil.
Mənə heç bir öncə görən lazım deyil. Vah, vah, o, Haleluya. Taxta oturan dedi və kitabına çoxu 21.5'də bir taxta oturan dedi. Hamısı olandan sonra dedi tamam oldu budur mən hər şeyi yenidən qururam. Budur mən hər şeyi. Bu sənsən, başa düşürsən. Bu sənin mövqeyindir. Sən əgər bugün mən taxta oturmuşam vəziyyətini mənimsəsən, əgər bugün mən taxta oturmuşam vəziyyətini mənimsəsək bizim bu ilk vəziyyətimizdir da, bizim ilk vəziyyətimiz taxta oturanmaq idi, yadınızdadır? Adəm yıxılana qədər biz taxta oturmuşduq, biz ata ilə idik. Mən taxta oturmuşam vəziyyəti, bu bizim ilk vəziyyətimizdir, bu dünyaya gəlməmişdən qabaq olan vəziyyətimizdir. Bu bizim üçün hər şey tamam oldu, tamamilə hər şeyimiz var vəziyyətidir, başa düşürsən? Sən bilirsən, mən səni gətirib hara çıxartmışam? Sən anlayırsan, mən səni gətirib hara çıxartmışam? Mən səni gətirib öz ilk vəziyyətə çıxartmışam. O vəziyyətə ki, sən bu dünyaya gəlməzdən qabaq olduğun yerdəsən. Onun üçün deyirəm ki, mən taxta oturmuşam vəziyyətini sən mənimsəsən, bunu dərk edib, bunu qəbul etsən, hansı ki, sənin ilk vəziyyətin də o, başa düşürsən, ilk vəziyyətin. Bu, sənin üçün artıq hər şeyin tamam olduğu, hər şeyin var vəziyyəti ki, mənim hər şeyim var. Amin. Bax, onda sən hər şeyi yeni yaratmaq səlahiyyətini özündə tapacaqsan. Bax, onda sən hər şeyi yenidən qurmaq səlahiyyətini özündə tapacaqsan. Yoxsa sən, əgər sən özünün taxtayan vəziyyətinə daxil olmasan, yəni hər şey tamam oldu vəziyyətində olmasan, hər şeyin var vəziyyətində olmasan, əks halda sən hansı yeniliyi edə bilərsən? Sən hansı yeniliyi yarada bilərsən? Əgər peyğəmbərliklər tamam olmayıbsa, sən gözləmə vəziyyətində olmalısan, sən heç də yarada bilməzsən. Sən gözləməlisən. Sən əgər peyğəmbərlik vəziyyətinə daxil olursansa, sən gözləyən vəziyyətinə daxil olursan. Və sən heç də yarada bilməzsən. Oho! Rəbbə şükürlər. O bizi bu vəziyyətə gətirib çıxardıq. Ona görə də sənin üçün peyğəmbərliklər tamam olmalıdır. Sən taxtayan vəziyyətində yaşamalısan. Sən hər şey tamam olub vəziyyətində, hər şeyin var vəziyyətində yaşamalısan. Yoxsa sən, mənə bir bax görüm, sən məni anlayırsan bil. Sən, yoxsa heç nə yarada bilməzsən, başa düşürsən? Sənin heç nəyin yoxdur, sən hələ peyğəmbərliyi gözləməlisən, hələ baş verəsi şeylər gələcəkdədir. Anlayırsan məni və sən özü, məni yox, hətta mən sənə demək istəyirəm, sən özün anlayırsan indi vəziyyəti. Mənim dediyim sözlərə görə sən özün anlayırsan, bir İrina başını belə eləyir, bir də Reyhan nənə belə eləyir. Mən istəyirəm, sən bunu anlayasan, sən ora gir, sən bunu götürəsən ey büyünləri. Sən taxta oturmuşsan. Taxtın vəziyyəti peyğəmbərlik vəziyyəti deyil. Taxtın vəziyyəti tamam oldu vəziyyətidir, artıq hər şeyin var vəziyyətidir. Mənim hər şeyin var vəziyyətində olmaq deməkdir. Yoxsa sən heç bir yenilik edə bilməzsən. Sən heç nə edə bilməzsən. Əgər peyğəmbərlik tamam olmayıbsa, şəxsən sənin üçün, sən kimsənsə burada sənə deyirəm, şəxsən sənin üçün peyğəmbərlik tamam olmayıbsa, sən yeni 26-cı ildə yeni heç nə yarada bilməyəcəksən. Bunu anlayırsan, mən istəyirəm görüm, sən bunu bu sənə çatır, açılır bu sənə. Sən sevinməlisən indi
ki bunlar sən asılır. Buna görə də sən taxta hər şey tamam oldu mövqeyini tutursan. Bax, onda sən hər şeyi yeni yaratmaq səlahiyyətini həyata keçirirsən. Yazılıb ki, taxta oturan belə deyir, mən hər şeyi yenidən yaradıram. İndi sual vermək istəyirəm sizə. Sizcə niyə Allah, İsa, səmavi ata və yaxud nə bilim, qüdrətli Rəbb demir, deyir taxta oturan yazılıb. Niyə? Niyə taxta oturan yazılıb? Niyə yazılmayıb ki, ata Allah? Ha? Sizcə niyə belə addan yazılmayıbdır? Mən bu sözə hər kəs, yəni taxta oturan hər kəs sözünü əlavə etməzdim, əgər belə olmasaydı. Lakin bu, çox xüsusi olaraq eyniləşdirmək üçün azad olunmuş sözdür. Çünki biz bilirik ki, biz oraya otuzdurulmuşuq. Ona görə demir ki, Allah, İsa, qüdrətli ata, taxta oturan, yəni səni deyir. Başa düşürsən? Və əgər sən ora otuzdurulmuşsansa, bu sənin mövqeyindir. Bu sənin mövqeyindir. Onun üçün ora yazılmayıb ki, ata deyir, ata oturub, ya İsa oturub. Odur ki, taxta oturan. Taxta oturan. Diqqətli ol. Taxta oturan. Mənə 2026-cı ildə nə olacağını söylə demir. Taxta oturan demir ki, mənə deyin görüm, 2026-cı ildə nə olacaq? Gəlin ulduz falına baxaq. Mənə peyğəmbərlik edin. Taxta oturandan belə səs çıxmır. Taxta oturan deyir ki, mən taxta otururam. Hər şey tamam oldu. Hər şey artıq var. Mən bunu bilirəm. Və mən səltənətimi genişləndirirəm. Mən hər şeyi yeni-yeni yaradıram. Vah, ho, ho! Bu taxta oturanın mövqeyidir. Tamam oldu. Tamam oldu mövqeyində, yəni hər şeyin yaradılmasının gücü var. Sən tamam oldu mövqeyindəsənsə, səndə hər şeyi yaratmaq gücü var. Səndə hər şeyi yaratmaq qabiliyyəti var. Və ona görə də bu qarşıda gələn və büyünlə birlikdə qarşıda gələn bu 2 həftə ərzində 2026-cı ilə qalmış bu 2 bazar vaxtında biz yeni reallığı necə yaradılmasını öyrənirik və öyrənəcəyik. Yəni, bu reallığı yaratmaq istəyən hər kəs tamam oldu mövqeyini mənimsəməlidir. Sən əgər yeni reallığı yaratmaq mövqeyindəsənsə, sən taxt mövqeyindəsənsə, sən bu mövqeyi mənimsəməlisən, sən bu mövqeyi özünküləşdirməlisən. Necə? Yəni, bütün proqnozlardan nə olacağı barədə daim bir şey söyləyən bütün peyğəmbərliklərdən çıxmalısan. Sən orada ola bilməzsən. Sən yaratmaq istəyirsənsə yeni həyat, yeni mövqe, yeni vəziyyət yaratmaq istəyirsənsə, sən o peyğəmbərlikdən, proqnozlardan, nə bilim ulduz falından, nə bilim pastırın sənə peyğəmbərlik etməyindən, peyğəmbərin gəlib sənə peyğəmbərlik etməyindən çıxmalısan. Bu zordan deyil, bu mövqedir. Bu mövqedir. Bu qol gücünə deyil, sən mövqeyini tutmalısan. Sən müdürsənsə müdür mövqeyini tutmalısan. Sən işçisənsə işçi mövqeyini tutmalısan. Sən mühasibsənsə mühasib mövqeyini tutmalısan. Sən isə burada bu günlərin taxt mövqeyindəsən. Sən çünki taxta oturtulmuşsan. Bu sənin mövqeyindir. Ona görə mən sənə deyirəm ki, sən bütün proqnozlardan, öncə görücülərdən, bütün peyğəmbərliklərdən çıxmalısan. Sən onları tərk eləməlisən. Bilirsən, Rəbb nə dedi? Dillər bir gün susacaq,
və peyğəmbərliklər dayanacaq. Kəlam deyir ki, dillər bir gün susacaq və peyğəmbərliklər bir gün dayandırılacaq. İndi sənə sualım var. Sənin üçün bu bir gün ha vaxtdır. Ha vaxtsa olacaq, yoxsa indi və bu gündür. Artıq susmalıdır. Artıq peyğəmbərlik susmalıdır. Sən taxta oturmuşsan. Taxta o Rəbbin taxtına, Rəbbin qurduğu taxta peyğəmbərlik oluna bilməz. Çünki o gələcək deyil, o indi və bu gündür. O indi və bu günü yaşayır, o reallığı yaşayır. 1-ci Korinfdə deyir, məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq. Dillər ənamı da qurtaracaq. Bilik də aradan qalxacaq. Və tezliklə olacaq mövqeyində yaşayanlar bu vaxtı gözləyirlər ki, nə vaxtsa gələcək və hamı peyğəmbərliyi dayandıracaq. Bu ha vaxt olacaq. Sən onu ya dayandıran, ya da işə salar. Sənin mövqeyindir, ya onu dayandırır, ya da işə salır. Sən hansı mövqeydə bərqərar olmuşsansa, sən özünü hansı mövqeydə görürsənsə, o mövqeyi hərəkətə keçəcək. Sən peyğəmbərlik mövqeyindəsənsə, sən hələ gələcəkdə baş verəcək mövqeyinə daxil olursan. Sən özünü taxta oturan mövqeyində görürsənsə, sən həqiqətən də reallığı görürsənsə ki, sən taxta oturmuşsan, artıq sənin üçün peyğəmbərlik dayanıb, artıq sənin üçün yaratmaq lazımdır. Amma taxta oturanın mövqeyi, sən o mövqeyi tutan kimi başa düşdün. Hər şeyin baş verdiyini və taxta oturduğunu bildin. Onda bax sənin üçün peyğəmbərliklər başlayır susmağa. Onda sənin üçün peyğəmbərlik başlayır səngiməyə. Onda sənin üçün peyğəmbərlik başlayır dayamağa. Ölümlə olduğu kimi bəziləri ölüm və dirilmə gözləyir hələ də ki, ölüb diriləcək. Ay kişi, taxta oturan çarmıqda öldü, dirildi. Ölmək və dirilmək hadisəsi artıq qurtardı. O bir dəfə öldü və əbədiyyət üçün bir dəfə dirildi. Sən keçmişi, sən peyğəmbərliyi niyə bugün gözləyirsən? Sən niyə dünəni sabahda gözləyirsən? Bəziləri isə hələ dəyişmədə məşq edir. Hələ dəyişməni öyrənir. Dirilmə ilə olduğu kimi bəziləri bir gün diriləcəyik. Bəziləri isə artıq dirilmişik. Gəlin dəyişək deyirlər. İki reallıq var. Bəziləri vaxt gələcək, bəziləri isə artıq vaxt gəldi deyirlər. Bəziləri tezliklə olacaq. Nə bilim, bu mövqedə yaşayırlar. Bəziləri isə taxta oturublar. Hey, eşitirsən nə deyirəm? Bəziləri deyir ki, tezliklə olacaq, bəziləri isə taxta oturublar. Hey! Bilirsən kimlə danışıram, amin, sən taxta oturmuşsan. Bax, sən taxta oturmuşsan. Sən taxtasan. Yadınızdadır bir dəfə İsa nə dedi? İsa dedi ki, mən atanın yanına gedirəm. Eşitmişsiniz də bu kəlamı? Ha, eşidənlər var, oxumusunuz? Heç fikirləşmişsiniz, mən atanın yanına gedirəm deyəndə, o haranı düşünüb, haranı deyir, hara gedirəm deyir. Ha? Düşünən var burada ki, o atanın yanına gedirəm deyəndə, haranı deyir, gedirəm, hara gedirəm. Atanın oturduğu taxtanın özü də kişinin qalxıb oturur həmin taxtda. Ha, ora haradır, harda gedir ora, haradır, hara gedir. Mən atanın yanına gedirəm deyəndə, o haranı nəzərdə tuturdu. Ata hardadır? O yanı mən özümə qayıdıram, ata onun içindədir, özümün daxilimə enirəm. Mən atanın yanına gedirəm, yəni özümə qayıdıram. Ata məndədir, mən ondayam. Bizə həmişə öyrədilər ki, atanın yanına gəlirəm, harasa gəlirəm, Yevlağa gəlirəm, nə bilim, haradasa o bir məkan göstərirlər bizə. Bizə elə atanın yanına getmək özünə qayıtmaq deməkdir. Atanın yanına getmək günahkar oğlun özünə gəlməsi deməkdir. Çünki ata səndədir, sən başqa heç hara gedib onu heç harada tapa bilməzsən. Gözəl bəkdir, ha sənin üçün. Ha?
Gözəl bəxtin sənin üçün deyirəm. Ata səndədir. Gediləcək yer sənsən. O yer sənsən ki, ora sən özünə gəlirsən. Səndədir hər şey. Onun üçün deyir ki, hər şey sizdədir. Hələ tezliklə olacaqda yaşayanlar, onlar hələ də peyğəmbərlik sözlərini gözləyirlər. Mən heç istəmirəm ki, sən gözləyəsən. Taxta oturanlar üçün isə, taxta oturanlar üçün isə, taxta oturanlar üçün isə, peyğəmbərliklər artıq susturulub, proqnozlara artıq ehtiyac yoxdur. Çünki mən reallığı özüm yaradıram, özüm. Taxta oturmuşam, açıq-aşkar. Azərbaycan dilində yazılır ki, taxta oturan deyil, mən hər şeyi yenidən yaradıram. Əgər Əbari Pavel deyirsə ki, hər şey sizindir, gələcək sizindir, həyat sizindir. Əgər Pavel deyirsə ki, hər şey, qulaq açırsan mən. Mən deyirəm ki, əgər Pavel deyir ki, hər şey sizindir, onda onlar hər şey mənimdirsə, o hər şey barəsində peyğəmbərlik mənim nəyimə lazımdır? Axı, mənim olan şeylər barəsində peyğəmbərlik mənim nəyimə lazımdır? Bu o deməkdir ki, necə ki, bir usta, necə ki, nətərdir, bir dulusçu, gildən bir qab düzəldir, dulusçu görmüşsünüz da, palçığı götürür, yumru palçıqdan bir dənə ürəyi istədiyi qabı düzəldir. Nə bilim, gül qabı düzəldir, nə bilim, meyvə qabı düzəldir, su qabı düzəldir, nə bilim, gözəl qablar düzəldir. Yəni, bu deməkdir ki, siz dulusçu gildən qab düzəltdiyi kimi, istədiyiniz kimi gələcəyinizi düzəldə bilərsiniz. Öz gələcəyinizi dulusçu qab düzəltdiyi kimi özünüz düzəltməlisiniz. İstədiyiniz kimi. Artıq heç kim sizə deyə bilməzsən, belə düzəltmə, belə düzəlt, belə düzəltmə, belə düzəlt. Və yaxud da gələcəkdə bu olacaq, sən artıq özün düzəldirsən onu. Bu artıq deyilənlərin yerinə yetməsi deməkdir, eşidirsən? Bu artıq bilsən hansı deyilənlərin yerinə yetməsidir? Bu, o deyilənlərin yerinə yetməsidir ki, hansı ki, ata hər şeyi oğlun əlinə verdi. Bu, o sözün yerinə yetməsidir ki, hər şey oğula aiddir. Bu söz çüzən, hey, 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 vah, vah. Bu, o söz yerinə yetdi ki, Allah hər şeyi oğlun əlinə verdi. Yəni, sən özün yaratmalısan, sənin əllərinə verdikdə hər şey. Və bugün biz bu məsafəni necə genişləndiyini görürük. Biz bu vəziyyətin, bu taxta olma vəziyyətinin həyatımızda necə genişləndiyini görürük. Əvvəlcə bir mövzu haqqında danışdım ki, tarlada 2 nəfərdən birini götürəcək, o birisi sizə qalacaq. Yəni, bəziləri hər şeyin baş verdiyi taxt mövqeyində olacaq və cəsarət edəcək, öyrənəcək, yəni hər şeyi yaradacaqlar. İkincisi isə hadisələri gözləyəcək. Vah! Sən hadisələri gözləmək lazım deyil. Artıq deyilənlər yerinə yetib. Artıq atanın dediyi yerinə yetib. Atanın dediyi yol ki, hər şeyi sən yaradırsan, hər şeyi oğlumun, qızımın əlinə vermişəm. Eşidirsən? Eşidirsən məni? Artıq bu söz yerinə yetib. Sənin taxta olma mövqeyin, atanın hər şeyi sənin əllərinə verməsi deməkdir ki, al, oğlum, qızım, yarat. Hey! Əziz dostlar, əziz qardaşlar, bacılar, mən sizi artıq proqnozları, peyğəmbərlikləri, öncə görücülükləri gözləməməyə çağırıram.
mən səni peyğəmbərliyi gözləməməyə dəvət edirəm. Mən istəyirəm ki, bəli, mən istəyirəm ki, şəxsən sənin həyatında, şəxsən bəli, hər birinizin həyatında peyğəmbərliklər getdikcə sakitləşsin, peyğəmbərliklər səngisin və əllərinizdəki yaradılış getdikcə daha da aydın olsun ki, sənin əlindədir hər şeyi yaratmaq. Mən istəyirəm ki, sən elə bir şəxsiyyət olasan ki, mən istəyirəm ki, sən elə bir özünü ilahi varlıq olaraq görəsən ki, peyğəmbərlik sənin üçün artıq sakitləşir. Yaratmaq isə sənin əllərində daha da aydın özünü göstərməyə başlayır. Sən özünü görməyə başlayırsan. Sən özünü dərk etməyə başlayırsan. Sən öz mövqeyini görməyə başlayırsan. Sən başa düşürsən ki, hər şeyi oğlun əlinə təhvil verdi sözü yerinə yetib, sən artıq yaradırsan hər şeyi. Təkrar deyirəm, hər şey oğlun əlinə təhvil verdiyi söz yerinə yetib. Var burada o oğul, əlini qaldırsın. Sənin əlinə, sən o oğulsan, bəli, sənin əllərinə verilib. Hər şey sənə təqdim olunub. Bu söz yerinə yetib. Bu peyğəmbərlik yerinə yetib. Ona görə də peyğəmbərliklərdən uzaqlaş sadəcə. Proqnozlara fikir vermə, götür həyatını. Götür həyatını öz əlinə Dulusçu gildən qab düzətdiyi kimi, Dulusçu gildən ürəyi istədiyi qabı düzətdiyi kimi. Götür öz həyatını. Götür 26-cı ili. Götür, yenidən yarad onu. Mən gələn bazar bunun davamlı sizə danışacağım. Görürəm ki, bir saat danışırım. Və mən nə anam ki, bu ilin axırına kimi bu şeyləri sənə açıb çatdıra biləcəm. Gələn bazar, bir də o birisi bazar. Mən nə anam ki, mən istəyirəm ki, səndən hətta eşidim, ya başından işarə elə ki, mən bilim ki, mənim bugün 2026-cı ili necə yaratmaq haqqında artıq anlayışım var. Artıq başa düşürsən. Var, yoxsa yoxdur. Mən bir şey çatdıra bildim sənə ki, 2026-cı ili biz özümüz yaradacağıq. Biz yeniliyi yaradanlarıq. Biz taxta oturanlarıq. Taxta oturan isə nə deyir? Mən hər şeyi yenidən yaradıram. Və yazılmayıb ki, taxta oturan Allah, taxta oturan İsa, taxta oturan nə bilim, şəxsən bir ad yazılmayıb. Taxta oturan hamımızı deyilir. Bu taxtın mövqeyidir. Bu sənin mövqeyindir. Çünki Efeslər 2-ci fəsil 6-cı ayədə deyir ki, siz hər biriniz taxta otuzdurulmusunuz. Sizi ölülər arasından dirildən İsa Məsih özü ilə bərabər taxta otuzdurub. Taxta isə peyğəmbərlik işləmir. Çünki taxta indi və bugün hökmranlıq sürür. Taxta indi və bugün zamanıdır, orada zaman yoxdur. Orada hər şey indi baş verir, orada hər şey indidir. İndi gəlin dua edək.